İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun Qarabağ mücrüsü adlandırılan planının nəticələrinə aiddir. Əvvəlcə qeyd eləyək ki, Qarabağ mücrüsü Azərbaycan tərəfinin hərbi olmayan təyyarələrdən istifadə etməsi ilə bağlı bir məsələdir. Antonov 2 tipli təyyarələr buraxılaraq hava hücumundan deməli müdafiə sistemlərinin yeri aşkar olunurdu və bu şəkildə hava üstünlüyünə nail olunmağa çalışırdı Azərbaycan ordusu. İndi baxaq variantlara. Motatıcı birliklərimizin hücumu asanlaşdı, düzdür. Havada üstünlük qazandığımıza görə digər birliklərin də təbii olaraq irəliləməsi asanlaşırdı. Yəni bu məntiqi nəticədir, biri götürəcəyik. Dağlıq və meşəlik ərazilərdən keçilərək xüsusi təyinatlı qüvvələr tərəfindən Şuşa şəhəri azad edildi. Bu əməliyyatla bunun əlaqəsi yoxdur. Canlı qüvvələrin itkisi minimuma endirildi. Yenə bu da təbii olaraq bu əməliyyatdan çıxmış məntiqi nəticədir. Düşmənin hava hücumundan müdafiə sistemləri müharibənin ilk günlərindən məhv edildi. Bu da düzgündür. Cavabımız bu sualda 1, 3, 4 olacaqdır. 5-ə baxaq. Düşmənin diqqətini yayındırmaq üçün qırmızı bazara aldadıcı hücumlar təşkil edildi. Xeyr, həmin əməliyyatın tərkibində belə bir şey yoxdur.